أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والصلاة والسلام على Resulina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Sevgili kardeşlerim, bir diğer mevzu olarak virtual dünya, sanal dünya ve e, virtual dünya cengaverleri veya face cengaverleri mevzusu üzerinde durmak isterim. Ümumiyyətlə, zaman, dövr değiştikçe zamanın mübarizə vasitələri, dövrün mübarizə vasitələri də değişir. İnsan zekası, düşüncesi, ihtiyaçları da değişir. Bir vaxtlar belki de el çatmaz olan kompüterler, telefonlar ve diğer teknik vasıtalar artık günümüzde o kadar sirayet etmiştir ki bir ayrılmaz parçasına çevrilmiştir. Ve virtual dünyasıyla insanların özel hayatını, özel düşünce ve fikirlerini yansıtarak belki de bilmeden başka bir üçüncü tarafın özel dosyalarında bütün məlumatlarını ötürerek artık bir məlumat paylaşımının, məlumat ağını ki bunu internet olarak isimlendirirler, teşkil etmektedir. Dediğimiz gibi veya bildiğimiz gibi dövrün mübarize şekilleri de değişmektedir. Bir vaxtlar insanların kılınçla, tüfenkle, topla ve diğer tekniki vasıtalarla, hərbi vasıtalarla etmiş olduğu cihat mücadele artık bugün insanların sadece kompüter arkasında, klaviatur arkasında bir enter tuşuna veya diğer kompüter destek verici məlumatlarını ötürməklə veya nöqtələrini basmaqla hayata keçirməsiyle değişmektedir. Tabii ki ilk dövrlerde İslam həqiqi mücahidlərin etmiş olduğu mücadelerini ve cihad ruhunun değerini ve məqamını hiçbir kəs, hiçbir şeyle elde edebilmez. Bu farklı bir məqamdır. Ve Allah'ın insanlara olan yakınlığı, insanların Rabbine olan yakınlığı kadardır. İnsanlar Rabbini ne kadar çok, Allah'ı ne kadar çok severlerse, Rabbimiz de insanlar o kadar çok severdir. Yani kim neyinden kurban kesebilirse Allah Teala o kurban kesebilen bendesine de yolunda her şeyini kurban eder. Bütün nimetlerini katında en güzel mekamı, mekanı da nasip eder. Mevzumuz bu değildi. Bu ümmetle cihat mevzusu üzerinde kurulacak. Cihadın növləri, şekilleri mevzusudur ki çok vaxt İslam gençliğini belki de çekindirdiğimiz veya unutturduğumuz mevzulardandır bu cihad. Cihad mevzusunu unutturarak veya dile getirmeye artık öyle bir şekilde getirmiş ki cihad danışan insanlara ya Gerb medyasının bildirmesini ya terörist ya terörçü ya öyle bir şekilde ifade olunarak dile getirilir ki o insanların artık nəinki cihad İslam'da ağac ekmekten bile danışabileceği bir söz geçerli ve otoriteleri bile kalmır. Tabii ki Allah Azze ve Celle'nin ayet-i kerimeleri veya Resulullah'ın herhangi bir mevzuda demiş olduğu hadisler insanlığın sonuna kadar Müslümanların en sonuncu Müslümanın hayatının devam ettiği müddete kadar da devam edecektir. Çünkü Allah Teala nurunu sağlamıştır. Ve kimlerin ise istememesiyle bu nurun tamamlamaması imkansızdır. Ve hatta neyinki kimlerinse yani gayrimüslimlerin veya İslam düşmanlarının, aleyhtarlarının istememesiyle Müslümanların böyle herhangi bir faaliyet olmasa da böyle Allah nurunu bir şekilde tamamlamıştır. Ve Allah'ın dinini tamamlamak için Allah Teala sadece Müslüman kulunu değil, fasik, münafık ve diğer kulunu da o işe hiç bilmeden, farkında olmadan vesile kılar. Sevabını belki de dünyada kazanarak, ahirette hiçbir nasip olmadan o işini, o emrini ol diyerek hayata geçirmiş olar. Çünkü Allah'ın bir şeyi istedikte ona sadece ol demesi yeterdir. İnnemâ emruhu izâ erâde şeyen en yekûle lehu kun feyekun. Eğer o bir şeyin olmasını isterse ona sadece ol der ve o şey anındaca olar diye ayet-i kerimede geçmektedir.
Mövzumuzu ümumiyyətlə dağıtmadan sanal dünyanın, virtual dünyanın gençliyimiz, övladlarımız üzərində təsirindən və fərqinə varmadan bütün özəl məlumatlarımızı ötürərək bəlkə də bir vaxt bu virtual dünyanın əsrinə çevirməmizdən və virtual dünyanın yaşam və düşüncə şəklini də öz həyatımıza sirayət etməmizə qədər bardıra bilirik bu həyat serüvenini, marafonunu. Və artıq ismi keçməyən, yaşı keçməyən hər yaş təbəqəsində insanların özəl məlumatlarını paylaşdığını görə bilirik. Birinci sinif uşaqlarımızın artıq Face-də bir profili vardır. Və üçüncü sinif uşağımızın, xüsusilə qızlardan bəhs edirəm, qız uşaqlarından, artıq Face-də özünün xüsusi görüşməsi ilə, rəfiqələri ilə arasında olan münasibəti ilə, dəyişmələri ilə, didişmələri və digər şeylərin paylaşdığını izləyə bilirik. Fərqində olmadan bəlkə də 23 saat nəzarət etdiyimiz 1 saat qoy rəfiqələrinə vaxt ayırsın dediyimiz övladımız belə evimizdə, yanımızda olarkən bu şəkildə rahat-rahat artıq bütün özəl dünyasını istəmədiyi üçüncü şəxsə ötürmüş olur. Və ilk yaşda tamamilə səmimiyyət və ixlasla başlayan bu tanışlıq mı olsun, yazışma mı olsun, danışma mı olsun, artıq zamanla heç kimin qarşısını ala bilməyəcəyi bir şəkil məcra alır. Ki Allah bütün övladlarımızı o məcradan qorusun. Və artıq o anda övladlarımıza heç bir şəkildə nə sözümüz keçmir, nə əmrimiz keçmir, nə də nəsiyyətimiz. Və xüsusilə bir yaş ərəfəsində istər körpələrin, istər gənclərin mən haqlıyam, mən güclüyəm, mən ən doğru yolda olanam dediyi iddialarla artıq valideynə qarşı da bir başqaldırı olur. Valideynin sözünlə bir umursamamaq olur, dəyər verməmək olur. Və bu mənada atalarımız da bəlkə də doğru buyurmuşdur. Qızını döyməyən dizini döyər. Yəni övladına vaxtında doğru tərbiyəni, doğru yolu göstərmədən, doğru məsləhət vermədən, ona dost olub, ona sirdaş olmayan valideynlər artıq bir zaman onları tamamilə itirmiş olduqlarını, onlara tamamilə sahiblənə bilmədiklərini dilə gətirə bilirlər. Təbii ki, bu heç arzulanmayan bir haldır. Heç bir valideynə və övlada bunu nəsib etməsin. Amma bu virtual dünyanın həyatımıza sirayət edən 21-ci əsrdə, bu qədər geniş yayılan bir əsrdə həqiqətən övladlarımızı bu xəstəlikdən, bu bəladan qurtarmalıyıq. Onlara hər bir halda ən gözəl nəsiyyətlə və ən yaxın bildiyimiz sözlərlə, sirlərini verərkən kiməsə bildirmədən, onlara doğru yola yönətmək istəyərkən heç qırmadan, incitmədən, bəzən isə həqiqətən artıq sözümüzü dinləməzlərsə, sözümüz keçərsiz olarsa, onları bir şəkildə cəzalandıraraq bu yollardan çəkindirməliyik. Bugün bizdən inciyən körpələrimiz, övladlarımız gələcəkdə bizə duası olacaqlar. Bunu siz də, biz də gözəl bilirik. Məsələni xüsusilə gənclik üzərinə gətirmək istəyirəm. Face və virtual cəngavərlər mövzusuna. Bəlkə də hər birimizin sevdasında olan asma, kəsmə və digər bütün təmayülləri Face üzərindən, media üzərindən rahat-rahat şərhlərimizlə, ifadələrimizlə, düşüncələrimizlə, fikirlərimizlə, yazılarımızla insanlara çatdırmağa çalışırıq və ya çatdıra bilirik. Bəzən isə heç istəmədən, istəmədiyimiz halda dediyimiz bir səhv ifadə və ya düşüncə ilə kimlərinsə qurbanına çevrilə bilirik. Kimlərinsə lehtarı və ya əleyhtarı ola bilirik. Təbii ki, istər düşüncə olsun, istər söz və ifadə tərkiblərimizi diqqət edərək ifadələrimizdə 100 ölçüb bir biçməliyik. Ondan sonra deyəcəyimizin və ifadəmizin insanlara çatdırmasına çalışmalıyıq. Vaxt israfı anlamında, mənasında, virtual dünyadan nə qədər uzaq qalarsak, o qədər
həyatımız da, ömrümüz də, vaxtımız da bərəkətli olar deyə düşünürəm. Amma demək olar ki, bu xəstəlikdən nəfsin arzuladığı, təəssüflə deyəcəyim bu pislikdən hamılıqla qurtula bilmirik. Və bir şəkildə, bir yerdə biz də düşarı mübtəlası və davamsız takipçisi ola bilirik bu kimi sanal dünyanın, virtual dünyanın. Amma bir şey unutmamamız gerekir. Möminlər vədlərinə heç xilaf çıxmayanlardır. Və bu vədlər istər sözlü olsun, istər yazılı olsun, istər virtual dünyada olsun və ya digər hər hansı bir həyatda və şəkildə olsun, vəd olaraq öz vədində, vədliyində keçməkdədir. Bir yerdə verdiyimiz sözlər yenə də söz olaraq, müsəlman andı və vədi olaraq yerində durmalıdır, davam etməlidir. Və həyatda olan səmiyyətimiz həqiqətən istər düşüncələrimizdə, ifadələrimizdə və virtual cəngavərliyimizdə də keçərli olmalıdır. Bir yerdə birinin lehinə, başqa bir yerdə o insanın lehinə olduğu üçün və ya o insanın xeyrinə olduğu üçün əleyhinə yazmamız həqiqətən həm özümüzə, həm o insana böyük hörmət istiyorlar. Bu mənada sevgili qardaşlarım, həyatımızda nə qədər səmimi, ixlaslı olar, övladlarımızı bu virtual dünyanın bəlasından nə qədər uzaq tuta bilər və nə qədər qırıcı, ayrıcı deyil, birləşdirici mövqedə ola bilərsək, həyatımızda olan səmimiyyət və ixlas düşüncəmizə, həyatımıza, ifadələrimizə, virtual dünyamıza da sirayət edər, etməzsə etməlidir. Çünki orada olan da bizik. Və xüsusilə özəl, xüsusi həyatımızı, bizə məxsus həyatımızı, bizə məxsus məlumatları nə qədər öz olaraq mahrəmiyyət dərəcəsində, mərhələsində saxlaya bilsək, bu bizim baş ucalığımızdır. İlk növbədə istəmədiyimiz tərəflərə bir dosya toplamaq mənasında, bir faillər toplamaq mənasında ondan çəkinmək üçün. Həmçinin bizə məxsus olan məhrəmiyyəti qoruya bilmək üçün. Rəbbim artıq hər üç dünyada deyək, həm dünyada, həm virtual dünyada, həm axirətdə hər birimizi üzü ağ çıxanlardan etsin. Və həyatımızda olan səmimiyyəti və ixlasımızı hər şeyə sirayət etmiş olsun. Və axırı dəvan, elhamdülillahi rabbil ələmin.